Müğənnilər etiraz edir. Artıq Azərbaycan müğənniləri etiraz edir. Mədəniyyət Nazirliyi müğənniləri pulsuz oxudur. Mədəniyyət Nazirləri müğənniləri pulsuz oxudur və adlarına pullar silirmiş. Bu birinci danışan xanım Nura Suridir. Nura Şura deyirlər, Nura Suridir. Onun barədə pis bir şey eşitməmişik. Müğənni də olsa, amma əxlaqına bir söz deyə bilmərik. Nura Suri hər zaman haqsızlıqlara qarşı danışıbdır. Bacardığı qədər haqsızlığa qarşı paylaşımlar edibdir. Müəyyən vaxtlarda öz etirazını bildiribdir. Artıq Azərbaycan müğənniləri artıq etiraza qalxır. Etiraz edir. Dəyərli vətənlərim, bir baxın. Nura Suri. Salam, hər vaxtınız xeyirli olsun. Mən demişdim ki, ardı var. Elə oldu ki, mənim indiyə qədər görüşə bilmədiyim, ümumiyyətlə uzaqdan uzağa ancaq tanıdığım insanlarla biz bir araya gələ bildik. Ayrı-ayrılıqda hərəmizin öz mübarizəsi olmuşdu indiyə kimi. Hətta 6 ay bundan əvvəl Mədəniyyət Nazirliyinə şəxsən hər birimizlə ayrı-ayrılıqda əlaqə saxlayıb, hər birimizin ərsəsini də almışdı, bəzi məsələlərlə bağlı. Elə oldu ki, bu problem yarananda şəhərlərdə öz fikirlərini yazan insanlarla qərara gəldik ki, bugün görüşək. Yaxşı ki də bugün biz görüşdük və mən istəyirəm ki, siz bizi axıra kimi, sona kimi dinləyəsiniz. Mən Təbənnüm Mahmudova, yəqin ki, çoxlarınız mənə tanışsınız, estrada caz ifaçısıyam. Heç bir zaman, heç kim haqqında şikayət eləməyəm mən. Vəziyyət o yerə gəlib çatır ki, həyatda heç bir bu ətrafında oturan musiqiçiləri görməmişdim. Bugün bir yerə yığışıb, axır ki, öz sözümüzü deməliyik. Əziz dostlar, siz başa düşün ki, vəziyyət o qədər gərgindir ki, neçə illər bu sənətlə məşğul olub, müsabiqə qalibi olan, festivallarda iştirak edən, konsertlər verən bir mən, dünyanın məsələn məşhur caz musiqiçisini bura dəvət edən, gürcü caz musiqiçilərlə konsert verən bir musiqiçi kimi, həmçinin Azərbaycanda caz vokalı inkişaf edən bir adam kimi və həmçinin Azərbaycanı dünyada təmsil eləmək istəyən bir caz vokalçı kimi mənim bütün yollarım bağlanır Mədəniyyət Nazirliyi tərəfindən, ən əsası da ki, Mənzər Nurəliyev tərəfindən bağlanır. Dəfələrlə müraciət eləmişəm, demişəm, mən sizdən çox xahiş edirəm, Azərbaycanınızı təmsil etmək istəyirəm. Mən sizdən nə istəyirəm ki, Azərbaycanınızı təmsil etmək istəyirəm ki, bizdə də caz vokal olsun, başa düşürsünüz. Bizdə də caz vokal inkişaf eləsin. Caz pianoçularımız çoxdur, ancaq caz vokal məsələsində biraz bizdə əksiklik var. Yəni, niyə görə başqa yerlərdə caz vokalçılar var, qonşu ölkələrimizdə, ancaq bizdə yox. Və inanın ki, utana deyirəm və bunu xəcalət çəkirəm. Görün, nə vəziyyətdə mənim kimi insanı çatdırırlar ki, bugün sizin qarşınızda bunu deyirəm. Profesional, musiqi ilə məşğul olan bir insan, hansı ki, həyatını sənətə həsr eləmişəm. Görün, nə bir vəziyyətdir ki, mən deyirəm ki, qoymurlar mənim vətənimi təmsil edin başqa yerdən. Nə eləməliyim? Ən gözəl musiqi ilə məşğul oluram və təpədən dırnağa qədər də sənətçiyim. Və mən elə gəlir ki, bu söhbətlərdən sonra, bu danışıqlardan sonra Mənzər Nurəliyev haqqında bir ölçü götürürlər. Çünki artıq bıçaq sümüyə deyilənir də, yəni belə. Mən də salamlayıram izləyiciləri. Mən Şəhriyyət Musayev, kəmançı ifaçısı, 2013. Dəyərli vətənlərim, dəhşətdir, dəhşət. Bütün müğənnilər etiraza qalxıb. Baxın, ay millət, müğənnilərin adından pul yeyirlər, müğənnilərin qol qələndini bağlayıblar, müğənnilərə qol çəkdirib, nə bilim, müğənniləri oxutdurub, onlara çatası pulu belə vermirlər. Baxın, bütün müğənnilər etiraz edir. Artıq tələbələr dünən etiraz edir. Bu müğənnilər aləm deyib bir-birinə. İnqilaba hazır olun. İlham Əliyevin sarayına od vurmağa hazır olun. Respublika müsabiqələr layihəsində 2022-ci il Beynəlxalq Onlayn Kəmançı Festivalının Qranpri mükafatçısı. Bəli, Nura xanımın çıxışını izlədim. Zaten biz 6 ay bundan qabaq mənim sənət dostlarım idi, musiqi ifaçıları Alma xanım, Pərviz Qasımov, Məsim İslamov, bir çox ifaçılar bu
problemlə bağlı öz səhifəmizdə və aidiyyatı qurumlara şikayətimizi etməyimizə baxmayaraq, çox təəssüf olsun ki, bugünə qədər bu problem öz həllini tapmadı. Və bugün də qərarı aldıq ki, biz bunu bir masa arxasında müzakirə edək və bu problemin həqiqətən də həlli yolunun tapılmasına, həll olunmasını istəyirik. Bəli, bu illərlə bu problemlər davam edib. Bir sənətçi olaraq 2013-cü ildən bəri bizim qastrol səfərlərimiz, mənim adıma gələn dəvət məktublarına imtinalar və yaxud da alternativ ifaçıların təklif olunması və mən bunu öz səhifəmdə də işıqlandırmışdım ki, qastrol səfərlərinin birində məhz Mənzər Nurəliyeva üçün Paris'un təklifləri olmuş ki, komanda olaraq müəyyən bir məbləğdə təklif edək ki, Mənzər xanım hədiyyəsi gedib çatmalı. Bu məsələləri işıqlandırmışdıq. Bizə də Nazirliyin Daxili Nəzarət Şöbəsindən Fərid müəllim də zəng eləmişdi və bir çox insanlar bizimlə əlaqə saxladı və təəssüf olsun ki, o məsələ həllini tapmalı. Və son günlərdə Nura xanımın işıqlandırdığı bu, yenidən işıqlandırdığı bu məsələ yenidən səs-küyə səbəb olub, yəni qarşı tərəfin narazılığına və narahatçılığına səbəb olub. Və əslində bunlar havadan bir sözlər deyil və bunlar hamısı yaşanılmış və bizim başımıza gələn və bizə yaşadılan bu negativ deyil, negativ yönümlü hadisələr davam edir. Baxmayaraq ki, bugün hər kəs öz profesiyasını, öz sənətini davam elətdirir, hər kəs öz ixtisasında, peşəsində fərqi yoxdur. Təranə xanım olsun, Alma xanım olsun, Pərviz Qasımov olsun, Nura xanımız olsun, hər kəs öz işini doğru icra etməyinə baxmayaraq ki, təəssüf olsun ki, dövlət tədbirlərinin təşkilatçısı bu məsələlərdə həqiqətən bizi, bilmirəm, özünə qarşı düşməni görür, özünə qarşı nə kimi görür, onu siz izləyicilərin şəhrinə buraxıram və düşünürəm ki, Nura xanımın işıqlandırdığı, yenidən işıqlandırdığı bu məsələ aidiyyatı qurumlar tərəfindən öz həllini və aidiyyatı qurumların köməkliyi ilə məhz o ki, dövlət tədbirlərinin təşkili şöbəsinə nəzarət edən Mənzər Nurəliyeva haqqında düşünürəm ki, bir tədbir görüləcək. Hər kəsi salamlayıram. Mən Alma xanım Əhmədli. 2017-ci ildən bəri Azərbaycan Dövlət Televiziyasının solisti kimi fəaliyyət göstərirəm. 2018-ci ildən bəri Beynəlxalq Muğam Mərkəzinin solistiyəm. Ölkə dağılıb yoxdur. Hamı etiraz edir. Fəaliyyətim davam edir. Bunlar da etiraz edirsə, deməli ölkə batıb. Toy yoxdur, cəmaata pul yoxdur. Müəyyən layihələrim sənət fəaliyyəti. Bizimlə deyələmə, uzun sözün qısası, banditizm bir tərəfdən bunları yolur. Kimisə sevgilisi var, sevişirlər də, sevgilisi var istər-istəməz əksəriyyətinin. İnsan alveri bir tərəfdən yolur bunları. Deməli, deyilən vətənlərim, inanın Allaha deyirəm. Həmişəki kimi yolur, amma həmişəki kimi toy yoxdur, insanlarda pul yoxdur. Baxın, müğənnilər hamısı yığışıb etiraz edir. Bunlar da etiraz etdirsə, da İlham Əliyev siyib qutarıbdır. Bugünkü şikayətimin mənsi Mədəniyyət Nazirliyinin işçisi Mənzər Nurəliyeva haqqındadır. Uzun müddətdir mən və bir çox sənət adamları adlarını çəkməyəcəm çünki siyahı uzundur. Hətta bununla bağlı şikayət ərizələr də yazmışıq biz Mədəniyyət Nazirliyinə. Buna baxmayaraq hələ ki bizə cavab gəlir ki, araşdırma gedir, amma nəticə yoxdur. Uzun müddətdir həm mənimlə, həm də digər sənət nümayəndələrindən bağlı müəyyən tələbləri olub bu insanın. Sənət adamlarına qeyri-etik davranışları var. İllərdir və bu davam edir. Onları alçaldırmışcasına tədbirlərdə davranışları var. Mən özüm də bunun şahidiyəm. Qeyri-etik davranışları var və vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Mən və bir çox sənətçilərin dövlət tədbirlərində iştirakına mane olur, siyahılardan adımızı sildirir və bu siyahılarda onun öz yaxınlıq etdiyi, öz dostları, rəfiqələri, müəyyən tələblərinə cavab verən dostları və öz yaxınları bu siyahılarda daima yer alır. Buna misal olaraq, ən sonuncu səfərimizdən danışmaq istəyirəm. Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyət günlərində təxmini 10-15 günə yaxın məşqlər oldu. Cənab Nazir Adi Kərim tərəfindən mən bu siyahıya salınmışdım. Bu konsertdə iştirakım onun tərəfindən mümkün olacaqdı. Amma bir gün qalmış Mənzər Nurəliyeva öz piyanistinin, yəni onun müəyyən işlərini görən Nərgis
Yəni, Mənzər də kimdir? Mənzər də, Mənzər Nuraliyev. O da Nazir mıtığını əmdiyi adamdır da, dillağını yaladığı adamdır da. Nazir də bir ikisini qabağa verir, söküb tökür, öz görür. Nazir özü cəmaatı didəsi deyil, parçalayası deyil, volyanı veribdir kimlərəsə. onun əyninə. Hətta onun telefonundan mənə zəng açaraq dedi ki, səni bu konsertdən sildirirəm. Və təbii ki, mən də 15-20 günümü bu konsertə sərf etdiyimə görə ondan bunun səbəbini tələb etdim. O mənə hədələyərək sənin yaşın imkan vermir ki, sən məndən açıq alasan, hətta kimi qeyri-etik bir ifadə işlətdi mənə qarşı. Ümumiyyətlə, tək mənə qarşı yox, bir çox sənətçilərə qarşı onun davranışı qeyri-etikdir. Amma mən həmən günü Adil Kərimliyə yenidən müraciət elədim. Elə gecə ilə yenidən o tədbirdə çıxışım bərpa olundu və mən Özbəkistana getdim. Və bu konsertdə uğurla çıxış elədim. Çox da bəyənildi, gözəl qarşılandı. Və mənimlə yanaşı həmin gün bir neçə ifaçı da çıxarıldı. Baxmayaraq ki, onlar 15-20 gün məşqə gəlmişdilər. Yəni biz vaxtımızı sərf eləmişdik və bunun qarşılığında da cəmi 300 manat pul almışıq 2-3 aydan sonra. İndi mövzu bu deyil. Ondan sonraki bütün tədbirlərdə... Ay millət, bir ay cəmaatı hazırlaşdırırlar. Devlət adına Özbəkistanda tədbirdə iştirak elətdirirlər. Cəmi 200-300 manat pul verirlər. 200-300 manat girsin Mədəniyyət Nazirinin arvadının götünə. Mehribanın götünə girsin o 200 manat. Böyle manatlıq şəklində pükələnsin, soxulsun. Öz qeyri-etik əməllərini icra elədi mənə qarşı, məni bütün tədbirlərdən sildirdi. Təbii ki, bu tədbirlər qarşılığında Mənzər xanımın müəyyən tələbləri var, mən və digər sənətçi dostlarımdan. Amma çox təəssüflər olsun ki, biz əlimizdə kamera və yaxud səs yazma aparatı ilə gəzmədiyimizə görə bunları fakt kimi sizlərə göstərə bilmirik. Bir çox, hətta 20-yə yaxın şikayət ərizəsi var. 20-yə yaxın şikayət ərizəsi var, hamı şikayət eləyir, vəziyyət gərgindir, aləm deyib bir-birinə.